Əziz xanımlar, hal-hazırda aktual olan məsələ cinsi yolla yoluxan xəstəliklər haqqında sizi bir qədər maarifləndirmək istəyirəm. Cinsi yolla yoluxan xəstəliklər cinsi əlaqə zamanı yaranan infeksiyalardır. Hal-hazırda geniş yayılmış və çox zaman xanımlarımız çox gec müraciət edirlər. Əksərən bunlar əlamətsiz keçirlər. Xanımlar o vaxt müraciət edirlər ki, artıq ağır formada qaşınma, göynəmə, axıntının olması, pis qoxunun olması, bəzən sidik ifrazı zamanı göynəmə, ağrıma hissiyatından kəskinləşmiş formada gəlirlər. Cinsi yolla yoluxan infeksiyalar bakteriyalar tərəfindən və viruslar tərəfindən yoluxan infeksiyalara ayrılır. Bakteriyalar tərəfindən yoluxanlarda ən çox qonariyadır, trixomonozdur, xlamidiyadır, siflisdir. Bunları göstərmək olar. Amma virusunlara genital herpes, ən çox da bu çox qorxulu, aktual olan hominis papilloma virusunu göstərmək olar. Çox təhlükəlidir. Onun rak törətmə növləri daha çoxdur. Ona görə hal-hazırda aktual çox təhlükəli bir infeksiya hesab olunur. Profilaktikası çox böyük əhəmiyyətə malikdir. Yəni şəxsi gigiyenaya riayət eləmək, təsadüf olunan intim yaxınlıqdan uzaq olmaq, cinsi partnyorlarını tez-tez dəyişməmək və qoruyucu vasitələrdən, kondomlardan, prezervativlərdən istifadə eləmək vacibatdır. İnsan papilloma virusunun yoluxmasında bədxassəli tipləri var ki, 16-18 növləri, 53, 45, 35 tipləri uşaqlıq boyunun xərçəngini törətmə xüsusiyyətə malikdir. Ona görə bu infeksiyalardan ciddi qorumaq lazımdır. Xanımlarımıza müraciət eləyirəm ki, vaxtında profilaktik yoxlanmalara gəlsinlər ki, sonra daha dərin fəsadlarla qarşılaşmasınlar.